Salam, məhlullar mövzusundan 4-cü günün suallarının izahına baxaq. 63 nömrəli test tapşırığında deyilir, bərabər kütlədə 20% və 30% natrium OH məhlullarının qarışdırılmasından alınan məhlulda natrium OH-un kütlə payını hesablayın. Bu cür test görəndə, yəni sadə şifahi şəkildə tapmaq olar. Əgər eyni bir dozun müxtəlif faizli, amma eyni kütləli məhlulların qarışdırılarsa, alınacaq yeni məhlulun faizi ilə həmin bu faizlərin ədədi ortası olacaq. Yəni 20 üstəgəl 30 bölü 2. Bu deyəcək 50 bölü 25% olacaq cavab. Yəni kütlələr eynidir. Məsələn, bu da 100 qramdır, bu da 100 qramlıqdır. Bu 100 qram 20%, bu 100 qram 30%. Bunları toplayıb yarı bölsəm 25% məhlul olacaq. Gəlin yoxlayaq. Bax, məsəl üçün, bu 100 qramdır, bu da 100 qram olsun. Hesablamaq rahat olsun da 100 qram götürək. İndi bunların burada nə qədər duz olacaq? 20, burada da 30 qram duz olacaq, elə deyil. Gəlin bunu kütlə payını tapaq. Alınacaq yeni məhlulların söhbət gedir də qarışdırılan sonra. Burada 20 duz var, burada 30, cəmi 50 eləyir. 50-ni də böləcəm, ümumi məhlulların cəmini, yəni 100 üstəgəl 100, 200-ə. 200-ünü də vurum 100-ə. 50 bölü 2, 25 cavab. Sonra 64-də 35 qram suda 15 qram natrium OH həll edilmişdi. Məhlulun qatılığını faizlə hesablayın. Burada məhlulun qatılığı sözündən birdən molyar qatılığı səhv salarsınız. Molyar qatılıq C-yə işarə olunur. C bərabərdir nyo bölü V. Yəni bundan söhbət getmir. Söhbət məhlulun qatılığından gedir. O zaman omeqanı düşünəcəyik. M duz böl M məhlul vur 100. Bu düstur bizə lazım olacaq. Yəni bunu bir daha deyirəm. Desək ki, məhlulun molyar qatılığını hesabla, onda molu məhlulun həcmini böləcəyik. Amma məhlulun qatılığını desə, bu elə məhlulun kütlə payı deməkdir. Yəni biz burada indi necə omeqanı tapacağıq. Omega bərabərdir. Duzu, daha doğrusu əsasında bu bərk maddə, həll olan maddə 15-i böləcəyik. Məhlulun ümumi kütləsinin 35 üstəgəl 15. Bu deyilir 50. Vur 100. Bu da ixtisar gedəcək buraya 2 düşəcək. 15-də 2 orada 30%li bir məhlul alınacaq. Cavab B variantı. Növbəti 62 nömrəli testə baxırıq. 80 qram 20% natrium hidroksidini suyun yoğunluğunu tam neytrallaşdırmaq üçün neçə qram nitrat turşusu lazımdır? Neytrallaşma reaksiyanın tiplərindən keçmişik ki, turşu əsas arasında gedər və normal duzun suyun əmələ gəlməsi gedən reaksiyadır. Yəni, bax, bu turşu ilə bu əsas arasında reaksiya gedəcək. Gəlin birinci reaksiyanı yazaq. Natrium OH üstəgəl HNO3, yəni nitrat turşusu, alınacaq natrium nitrat plus su. H2 normal duz və su alınır. Natrium NO3 H2O. Əmsallaşdırma ehtiyac yoxdur, birin birə nisbətində gedəcək. İndi baxaq görək bu natrium OH burada neçə moldur, nə qədərdir? 80 qramın 20%-ni tapanda 80 bölü 20 bölü 100 sıfırlar gedir, 16 qram düşür. 1 mol natrium OH 40 qramdır. Gördüyünüz kimi. Bəs 16 qram nə qədər olacaq? X bərabərdir. 16 bölü 40 bu deyəcək 0,4 mol. Deməli, burada 0,4 mol natrium OH var. Bu neytrallaşdırmaq üçün neçə qram nitrat turşusu tələb olunur? Deməli, 1 mol neytrallaşdırmaq üçün 1 mol nitrat turşusu, yəni 63 qram lazımdır. Və 0,4 mola nə qədər X lazımdır? Buradan X bərabər 0,4 vur 63-ə. Bu da bərabər olacaq 25,2. Cavab C variantı. Sonra 61 nömrəli testə baxırıq. Məhlul verilir. Birinci məhlulda həll olunan maddənin kütləsi, suyun miqdarı, omeqasını soruşur. Burada da duzu verib, suyu verib, omeqasını soruşur. Omega 1-i tapaq. Həll olunan maddənin kütləsi, omega bərabər duz böl məhlul. Məhlulun kütləsi duzun suyun cəmi, yəni 20 üstəgəl 180, bu deyil 200, vur 100. Bu da ixtisar gedəcək 20 bölü 2, 10% olacaq bu. Buna oxşar bu sual
2018-ci ildə düşübdü qəbulum. Buna oxşar sual 2000 səhv eləmirəmsə 20-ci ildə, yəni bir daha da düşübdü. Demək olar ki, buna oxşar, tam olaraq buna oxşar bir sual idi. Ola bilər rəqəmlərdə səhv, qiymətlərdə fərq olur, amma sırf bu tipdə sual qəbula başqa vaxtda düşübdü. Demək, burada da 40-ı böləcəm. Məhlum cəmini, yəni 200-ə. Vuracam 100-ə, ixtisarlar getdi. 40 bölü 2 bu da edəcək 20. Bu da edir 20. Deməli, omega 2 böyükdə omega 1-dən. Omega 2 böyükdə omega 1. Bu düzdür. Omega 1 bu səhvdir. Omega 2 vur omega 1, yəni 2 vur 10, 20-dir. O bərabərdir omega 2, bəli, bu düzdür. Elə demək olar ki, eyni bu sual düşmüş. Çünki orada da 10%, 20% idi. Bu səhvdir. Bizə nə deyir? Doğrunu. Ona görə bir üst C-ni götürəcəyik. Və sonuncu suala baxırıq. Nə doğrudur deyir. Məhlullar haqqında nəzəri bir sualdır. Həll olunma əmsalı temperaturun asılı olaraq dəyişir. Bəli, maddəni qızdıranda bərk maddələrin həll olunması artır, qazların həll olunması azalır. Yəni, həll olunma əmsalı temperaturdan asılıdır. Düzdür. Temperaturun artması ilə qazların suda həll olunması artır, əksinə azalır. Bərk maddələrinki artır. Bu səhvdir. Təzyiqi artırdıqda qazların suda həll olunması artır. Bəli, düzdür. Təzyiq artırdıqda qazlar yaxşı həll olur. Amma təkcə təzyiq qazanda olan maddələrə təsir edir, bərkləri isə təsir etməyəcək. Həll olunma əmsalının vahidi qram bölü mol. Xeyr, həll olunma əmsalının vahidi qram bölü litrdir. Çünki düsturumuz belə, KH bərabərdir. M duz böl M su vur 1000. 1000 millilitr ya da 1 litr suda həll olan maddənin qramlarla miqdarını bildirir. Yəni, qram böl su litrə böləcək, qram böl litr. Cavab 1 və 3-dür burada.